Salam Azərbaycan İnternet Televiziyası izləyiciləri. İsmayılı şəhəri Şəhidlər Xiyabanındayıq. Şəhidlərimizin məzarını ziyarət edirik. Birinci Qarabağ Vətən müharibəsində şəhid olanların məzarını və 44 günlük Vətən müharibəsində şəhid olanların şəhidlərimizin məzarını ziyarət edirik. Bizim borcumuzdur şəhidlərimizin məzarını və evlərini gedib ziyarət edib, çəkiliş edib sizə də təqdim edirik. Azərbaycan xalqına da tanıtdırıq şəhidlərimizi və ailələri ilə də tanış olduq. Şəhidlərimizə, ailələrinə səbir və dözüm diləyirik. Şəhidlərimizə Allah rəhmət eləsin. Ruhları şad, məkanları cənnətli olsun. Təşəkkür və minnətdarıq ki, bizim çəkilişimizi izləyirsiniz, görürsünüz. Sizə də dərinə təşəkkürümüzü bildiririk. Azərbaycan İnternet Televiziyası, Sənət TV kanalı, Kanal 772, Kanal STV, ALTV1 kanalına da təşəkkürümüzü bildiririk ki, çəkdiyimiz reportajları təqdim edir Azərbaycan İnternet Televiziyasında, YouTube səhifəsində, Azərbaycan sosial şəbəkəsində, TikTok səhifələrində, Instagram səhifələrində də yayımlayırsınız. Bugün biz vəzifə borcumuzdur ki, gəlmişik İsmayılı şəhərinə, şəhidlərimizin məzarını ziyarət edirik, təşəkkür edirik. Avtandil Heydarov Göyçəliyə də şəhidlərimizin ruhuna dualar oxudu və İsmailov Zəkə Göyçəli, Bəhlul Həmidov Göyçəli, Avtandil Heydarov Göyçəli. Bütün şəhidlərimizə rəhmət eləsin. Allah Taala onların valideynlərinə, övladlarına səbir versin. Şəhidlər bizim həmişə başımıza uzaqlıqdır. Onlar bizim torpaqlarımızın üzərində şəhid olublar. Onsuz da şəhidlərimiz həmişə cənnətlikdir. Allah Taala bizə də şəhidlik, uzalığı bizə nəsib etsin inşallah. Məkanlar cənnətli olsun, ruhlar şad olsun. Bizim də bir vətəndaş kimi borcumuzdur ki, biz gəlib şəhidlərimizi ziyarət etmək bizə nəsib oldu. Allaha müşkür olsun yaradanına, dərdindən. Allah Taala şəhidlərimizin ruhu xatirində bütün xəstələrimizə şəfa versin, qazilərimizə şəfa versin, veteranlarımıza şəfa versin inşallah. Müqəddəs borcunu yetirən zaman sinəsin gəlmişdir dara şəhidim. Namərd atəşinə tuş gələn zaman dərindən almışdır yara şəhidim. Nakam deməyək biz bəlkə də kamı, bu idi gəlibmiş çatıb məqamı, şəhidlik zirvəsin dərin eyhamı, sarmaşıq gülü tək sara şəhidim. Gedir çiyinlərdə bayrağı ilə, qələbə çalınmış torpağı ilə, vətənin hər daşı yarpağı ilə, qalmasın gözündə qora şəhidim. Yanmazmı atanın qanamış bağrı, yatmazmı ananın köksündə ağrı, şəhidsiz gedilmir zəfərə doğru, dünya belə gəlmiş xara şəhidim. Varmı igidlikdə tən bərabəri, şücaəti olmuş dillər əzbəri, bəs kimlər ağlasın yetim əskəri, qar yağmış hər bahara şəhidim. Şəhadət şərbəti içibdir canın, mələklər bürüyüb hər bir dörd yanın, bəllidir hamıya axır ünvanın, sormuram gelirsən hara şəhidim. Bu zəfər tarixdir qalacaq izi, buna şahid olsun Allahın özü, yerlərə atılıb düşmənin dizi, düşmən gəlib artıq